Qazax rayonu 2-ci Şıxlı kəndində yerləşən, sahibi Səməd adlı sahibkara məxsus istirahət mərkəzi sakitliyi, təmizliyi və yüksək səviyyəli xidməti ilə seçilən nümunəvi məkanlardan biridir. Təbii gözəlliklərlə əhatə olunmuş bu istirahət mərkəzi ailəvi dincəlmək, stressdən uzaqlaşmaq və xoş vaxt keçirmək üçün ideal şərait yaradır. İstirahət mərkəzində qonaqların rahatlığı üçün hər cür şərait mövcuddur. Təmiz və səliqəli mühit, səmimi xidmət, milli qonaqpərvərlik, ənənələrin qorunması buranı fərqləndirən əsas cəhətlərdən biridir. Sahibkar Səməd müəllimin işinə məsuliyyətli və vicdanlı yanaşması nəticəsində mərkəz qısa zamanda insanların rəğbətini qazanmışdır. Tövsiyə edirik ki, hər kəs bu gözəl istirahət mərkəzinə üz tutsun. Ailəsi və yaxınları ilə birlikdə rahat və yadda qalan anlar yaşasın. Əziz Səməd müəllim, sizi qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə kollektivimiz adından səmimi qəlbdən təbrik edir. Sizə möhkəm can sağlığı, bol müştəri, işlərinizdə uğurlar arzulayırıq. Qoy bu yeni il hər kəsə ruzi bərəkət, xoşbəxtlik və firavanlıq gətirsin. Yeni iliniz mübarək olsun.